bir şeyin çətinliyini çəkirsinizsə, deyək ki, ingilis dilini öyrənməyin, özünüzə sual verin. İngilis dilini öyrənmək əgər asan da olsaydı necə görsənərdi? Bu sual sizdə yeni bir yanaşma yaradacaq. Yeni bir gözlənilməz yanaşmaq da tələb edir. Ya deyək ki, əgər bir çətin işi düşünün ki, düşünürsünüz ki, bir ay aparacaq. İndi təsəvvür edin ki, valideyninizin başınızda güllə var, o sual verin. Həqiqətən elə olsaydı, düşünün bir 10 dəqiqə o hala girin. Elə olsaydı, siz bu işi necə görərdiniz? O sualın görürsüz, onun sualın cavabı gəlir. Amma bizdə insanlar sualı necə elə vermir axı. Deyir, "Orxa mən yaşa öyrənmişəm." Deyir, "Mən niyə arıqlaya bilmirəm?" O deyir, "Orxa mən ingilis dilini öyrənə bilmirəm." Deyirəm, çünki ağılsızsan da öyrənməmisən. Ayrı sən nə cavab verim mən? Amma denən ki, mən ingilis dilini necə öyrənə bilərəm ki, həm mənim işimə mane olmasın, həm də prosesdən həzz alım, həm də ki, asan da olsun, üstəlik sözləri rahat yadda saxlayım. Bu sualın arxasınca sən nəyisə gəlib çıxa bilərsən. Yəni suallar bu da qiymətlidir.